Əziz abituriyentlər, bu günləri buraxılış imtahanında çox rast gəldiyimiz funksiyaya aid bir misalın izahına baxacağıq. Bizə verilən funksiyada təyin oblastının tapılmasını istəyir. Biz də bilirik ki, təyin oblastını tapmaq üçün kökün altı cüt dərəcə olduğu üçün 16 minus x-in kvadratı böyük bərabərdir 0 götürülür. Yalnız burada kökün altı məxrəcdə olduğuna görə məxrəc də 0-ı qəbul edə bilməz. O səbəbdən biz bərabərlik işarəsini silirik. Yəni kökün altını böyükdür 0 götürüb misalı həll edəcəyik. Hər tərəfi birinci mənfiyə vuraq. X kvadratı minus 16 işarə əksinə dəyişir. Kiçikdir 0. Daha sonra köklərini tapaq. X minus 4, X plus 4 kiçikdir 0. İşarəni bəlli etmək üçün ilk öncə ədəd oxu çəkirik və kökləri yazırıq. Mənfi 4 və 4. Heç bir kökü almadığı üçün içi boş. İndi bizdən aralığı tapmağımızı istəyir. Baxıram ki, verilən ifadədə bizdə müsbətlə başladığına görə plus, minus, plus və mənfi aralıq aldığına görə cavabımız olur mənfi 4 və 4 aralığı.